Xoş gördük Şöhrət müəllim. Ədəbəm, bu müharibədə sizin diqqətinizi çəkən və effekt verən hansı silahlar daha çox üstünlük təşkil elədi? Bu həm Amerika Birləşmiş Ştatları və İsrailə aiddir, həm də İrana aiddir ki, yəni cavab verə bildi. İlk növbədə bu gün bayram günüdür. Xalqımız bir neçə xoş bayramı, həm Ramazan bayramımızı, həm Novruz bayramını, həm də mübarək cümə günümüzü hamısını bir yerdə qeyd edir və 5-ci ildir ki, biz artıq bu müqəddəs bayramlarımızı qalib xalq kimi qeyd edirik. Eyni zamanda da azad olunan ərazilərə qayıdırıq, orada bayram tonqalları qalanır. Mən də xalqımızı, əskərimizi, ordumuzu, şəhid ailələrini, yaralı olan əskərlərimizi, veteranlarımızı Ali Baş Komandan başda olmaqla hər birimizi təbrik edirəm. Allah Azərbaycan xalqına yalnız və yalnız təhlükəsiz bir həyat, qalib bir yeni qələbələr, yeni bir nailiyyətlər qismət eləsin. Biz buna layiq. Amin. Təşəkkür ederim. İndi sizin sualınıza gəlincə, təbii ki, hər bir müharibənin yeni istifadə olunan silahlı mübarizə metodları olur. Bizim də müharibədən sonra bir neçə metodlar, yeni mübarizə, silahlı mübarizə metodları tətbiq etdik. Onlar sonradan bir çox ölkələrdə də öyrənildi. Hər bir müharibədə yeni metodlar yaranır. Bunun yaranma səbəbləri nədən ibarət olur? Birinci, əks tərəf daha əvvəl mövcud olan silahlı mübarizə metodlarına qarşı qismən və ya tam hazırlıqlı olur. Yəni, əvvəlki metodlar məlumdur deyə ona qarşı əks təsir metodları da mövcud olur. Bu işin bir tərəfidir. İkinci bir məsələ ondan ibarətdir ki, müharibə də necə ki sənaye, texnologiya inkişaf edirsə, müharibədəki texnologiyalarda o yerli sənayenin sənaye inqilabının nailiyyətlərindən özünə zəruri olan hissələrini götürür. Süni intellekt barədə 10 il qabaq biz müharibələrdə danışmırdıq, doğrudurmu? Amma bugün artıq süni intellektdən danışırıq, avtonom rejimdə enən qalxan pualardan danışırıq, özü hədəfi tapıb məhv edən pualar, elektromagnet lazer silahlar, bunlar artıq heç biri belə deyək, son nailiyyət hesab olunmur. Amma təbii ki, hər bir sahənin də getdikcə modernləşdirilməsi, daha üstün bir səviyyə əldə etməsi var. Bir digər tərəfdən isə daha əvvəl bir pua əgər süni intellektlə hədəfi tapıb məhv edə bilirsə, bugün artıq sürü şəklində buraxılan pualar hərəsi avtonom rejimdə özünə hədəf tapır, özü o hədəfə qarşı mübarizəsini aparır. Artıq, yəni demək istəyirəm ki, sürü halında istifadə olunan pualar qoşunları əvəz etməyə başlayır. Digər mühüm bir məsələ radioelektron mübarizə vasitələri. Burada limit olmayacaq. Yəni, nə qədər ki, müasir radioelektron vasitələr istifadə olunacaqsa, burada telefondan tutmuş, ta o puaların idarə olunmasında istifadə olunan planşetlərə qədər hər bir şey aiddir. Bunlar yeniləndikcə, müasirləşdikcə bunlara qarşı mübarizə metodları da yenilənir. Yəni, bu ölçüsüz, sərhədsiz, çərçivəsiz bir sahədir. Necə ki, telefonların modeli dayanmadan yenilənir, bunlara qarşı mübarizə metodları da eyni templə yenilənir, təzələnir, müasirləşdirilir və yaxud da mövcud olanlar modernləşdirilir. Gördüyümüz effektiv silahlara gəlincə, biz ilk dəfə idi bu müharibədə pualara qarşı dəniz vasitələrində elektron lazer silahlardan istifadəyə dair məlumatlar əldə etdik. Nə deməkdir? Yəni, gəminin mühafizə sisteminə bir lazer silahı qoyublar. Lazer silahı kinetik enerjiden istifadə etmir. Yəni,
daha doğrusu kinetik enerjiden istifadə edir. Bizim bildiyimiz partlayıcı bir maddədən, patrondan, mərmidən, güllədən, raketdən istifadə edir. Yəni, gəminin böyük bir reaktoru var, düşünək, tutaq ki, atom reaktoru ilə işləyən General Ford'u düşünək. Bildiyimiz kimi lazer silah çox böyük enerjiya malikdir. Onun ən böyük mənfi cəhəti də budur. Yəni, onu döyüş meydanında intensiv şəkildə yer dəyişmələr eləmək olmur. Çünki çox böyük ya generatorlar olmalıdır onun yanında, ya da onun özünə aid bir elektrik stansiyası olmalıdır ki, onu heç olmasa yarım stansiya. Yəni bu lazerin gücünə nə qədər uzaq məsafəyə lazerlə atəş açmaq istəyiriksə, bir o qədər çox enerji toplamalıyıq. Problem bundadır. Amma bunu görünür, Amerikanlar fərqli bir şəkildə həllini tapıblar. Əslində mən bu həlli daha əvvəllər demişdim. Böyük gəmilər üçün bu bəlkə də yetərli ola bilər. Bir neçə il əvvəl bir məqaləm vardı. Dəfə eləmirəmsə Azvision'da dərc olunmuşdu. Orada bu təklifi vermişdim ki, amma bu böyük gəmilərə. Niyə? Onların mühərriki böyükdür. Bəzilərində də tükənməyən bir elektrik mənbəyi var. Yəni atom reaktoru var bu gəmilərin içində. Həmin o tükənməyən bir enerji mənbəyi də sursatı olmayan, belə deyək, adi sursatı daşımağa ehtiyacı olmayan lazer silah üçün ideal bir versiyadır. Yüklə, enerji ilə yüklə, atəşi aç, yüklə, atəşi aç. Yəni sursat üçün xərclənən yalnız və yalnız enerji dəyəridir. Zaten bu gəmi o enerjidən istifadə edir. Bu gəmilərin qorunmasında biz bəzi İran pualarının məhz lazer enerjisilə vurulmasına dair, belə deyək də, çox da aydın olmayan, amma görüntülər əldə etdik. İkinci bir məsələ, daha əvvəllər istifadə olunan tamaqavlar, əgər əvvəlki müharibələrdə demək olar ki, həlledici rol oynayırdısa, bu müharibədə biz həlledici rolu daha çox aviasiya vasitələrində gördük. Bu da nə ilə əlaqədardır? İranın mövcud olan hava hücumları müdafiə sistemləri müharibənin ilk günündə demək olar ki, ya sıradan çıxarıldı, ya iflic vəziyyətinə gətirildi. Bu birinci mərhələdə uzaq məsafədən zərbələr rol oynadı. Çalışdılar ki, qırıcılar İran hava hücumları müdafiə sisteminin əhatə dairəsinə girmədən İran sərhədləri yaxınlığında birinci eşelon hava hücumları müdafiə sistemini aradan qaldırdılar. Yəni məhv etdilər, vurdular. Ondan sonra ikinci eşelona yaxınlaşdılar və hər tərəfdən bunu etdilər. Bir çaşqınlıq var idi, yəni idarə etmədə. Uzaq mənzilli hava hücumundan müdafiə sistemləri var idi İranda. Az da olsa var idi. Rusiyadan da almışdılar. S-300'ləri dəqiq var idi. S-400'lərin alınmasına, daşınmasına dair məlumatları var idi. Sonra Çindən də almışdılar. H-9 var idi. İnteqrasiyası barədə məlumata rast gəlmirdi. İran bu məlumatları adətən çox məxfi saxlamağa çalışır və bəzən də nail olur. Amma indi bizdən məxfi saxlaya bilərlər də. Tutaq ki, bizim əlimizdə elə bir kəşfiyyat orqanı yoxdur ki, biz mətbuatdan, görüntülərdən gördüklərimizi baxırıq, şərh edirik. Amma İsrailin şəbəkəsi İran ərazisində kifayət qədər genişdir. Onlar deyirdilər ki, H-2'lər inteqrasiya edilib. İndi, amma nəticəsi nə oldu? Bu başqa məsələdir. Biz nəticə görmədik. Bir dənə müharibə 12 gün yayda davam edib. O zaman İsrailin qırıcıları müharibəni başladılar. 12 gün davam elədilər. 12-ci gün ABŞ-ın bombardımançı B-2'ləri gəldi. Müharibənin nöqtəsini qoydu. İndi 20 gündə bu indi davam edir. Yəni ortalama 33 gündür ki müharibə gedir. Yəni 20 gün səhər-səhər tamam olur. İndi baxın 33 gündə biz bir dənə olsun ABŞ qırıcısının və ya bombardımançısının İran tərəfindən vurulmasına dair görüntüyə rast gəlmədik. Pualardan danışmıram. Pualar vurula da bilir. Çünki puaların sürəti balacadır. Həm də
ABŞ burada müasir bir PUA sistemlərindən istifadə etmir. Yəni əvvəl əlində olan MG Reaper'ları görürük. İsrail tərəfindən Hermesləri görürəm, Heronları görürəm. Bunlar da bir yenilik deyil yəni. Amma ola bilsin ki, o digər yeni olanların da uçuş məsafəsinə görə, yəni İranla İsrail arasında məsafəni düşünsək və yaxud da ABŞ gəmisi ilə İranın mərkəzinə qədər, o zaman hər PUA-da burada işə yaramaya bilər. Yeri gəlmişkən İranın indi deyil, mən bir neçə il əvvəl 5 hissədən ibarət PUA proqramını barədə bir geniş məqalə yazmışdım. İnanmayacaqsınız, bəlkə də 100-ə yaxın PUA adı var idi. Hə, düzdür, bir çoxları bir-birinə bənzər idi, oxşar idi. Onların özlərinin bir PUA proqramı adı var idi, amma bu PUA proqramı daha çox sənaye casusluğu üzərindən işləyirdi. Yəni, İraqda, Suriyada İranın dəstəklədiyi qruplaşmalar müharibə zamanı əldə etdikləri ABŞ, İsrail və ya digər ölkələrə aid olan PUA-ların qalıqlarını İrana təhvil verirdilər. İran da onların üzərindən plagiatlar yaradırdı. Və bunun da nümunələrini mən görüntü ilə qoyurdum ortaya ki, baxın, bu İranda bu 2017-də vurulmuşdu. Bu da tutaq ki, 2019-da tutaq ki, deyirəm, tarixlər təbii ki, təqib olunurdu. Bu da 2 ildən sonra İranın yaratdığı plagiat eyni PUA-dır. Görünüşünə qədər eyni. Məsələn, eyni şeyi Rusiya yarada bilmirdi. Baxın, Rus generalitet o müdafiə sənayesində buna barmaq arası baxırdı. İran tərəfi bu məsələdə daha ağıllı davranırdı. F-35-i vura bilməyiblər bugünə qədər. Bugün ilk dəfə məlumat yayılır, 33 gündən sonra. İndi gəlin bunu sağlam bir məntiqlə izah etməyə çalışaq. Hava hücumundan müdafiə sistemlərinin, şəxsi heyətin, generalitetin, idarə etmənin yerində olduğu bir gündə, müharibənin ilk günlərində, istər yay müharibəsinin, istər bu dəfəki müharibənin, tam komplekt olduğu bir gündə İran bir dənə olsun ABŞ təyyarəsini vura bilmədi. Keçən müharibənin sonunda yadınızdadırsa, 4 dənə bombardımançı bombanı gətirib İranın başı üzərindən atdı. Yəni kənardan deyil. İsfahana, Natanza, Fordoya, Tehranın da üzərində bir dövrə vurdular. 3 şəhərin üstünü gəzdilər. Burada çıxıb getdilər. Bombalar atdılar həmin o 3 nüvə obyektinə. Onda da vurulmadı heç biri. Halbuki onlar 18 saat uçurdu. Onlar istiqamət götürəndə belə artıq mətbuat hər yerdə yazırdı ki, ABŞ-dan bombardımançılar İrana tərəf gəlir. Bəzi günlərdə mən bunu da gördüm və paylaşırdım da. ABŞ təyyarələri, xüsusilə də bombardımançının sürəti daha aşağıdır qırıcıdan. Qırıcı 2 Mach-la təxminən 2000 kilometrdən yuxarı bir sürətlə 2000-2400-ə qədər sürətə çıxa bilir. Sürətlə hərəkət edir. Bombardımançılarda bu 500-700 kreyser sürətidir. Maksimum yığan 800-dən o tərəfə ümumiyyətlə yığmır. Baxır hələ yükə. Əgər QBO 57 ilə uçursa, 11 dənə bombanın bir dənəsi 13-dən 700 kiloqramdır. Təsəvvür edin. İndi bu aşağı sürətli bombardımançılar ABŞ-dan 18 saat uçdular. Göydə 4 dəfə yanacaq doldurdular. İranın üzərinə gəldilər. 3 dənə deməli, nüvə tədqiqat mərkəzinə hər birinə 2 qırıcı, toplam 6 qırıcı İranın hava məkanına daxil olur. Hələ heç ara bombalanmayıb bu hava hücumundan müdafiə sistemləri. İsrail nə vurubsa cüzü olar. Bombalayır, sonra da bir zəfər dövrəsi vurub geri dönürlər. Və heç birini vurmadı İran. Bu bir. Aya yaxındır, 2 aydan çoxdur ki, ABŞ-ın kreyseri burnunun ucundan dayanıb bombalayır. Düzdür, yerin dəyişir, biraz irəli gedə bilir, biraz geri gedə bilir. Çünki İranın ərazisi böyükdür, manevr eləməlidir. Burada hədəf qutardısa dayanmağın nə mənası var? Başqa yerə yaxınlaşmalıdır və yaxud da uzaqlaşmalıdır. İndi İran heç bir təyyarəni deyəcəm vurmadı. Necə oldu ki, günün, müharibənin belə deyək,
potensialın tam tükəndiyi bir vaxtda ABŞ, İsrail təyyarələri, PUA-ları cəzasızlıq bir mühitində İran səmasında uçarkən F-35 vuruldu. Real səslənmir. F-35'in vurulması üçün İranın əlində bir sistem yoxdur, silah yoxdur yəni. İlk öncə bunu vurmaqdan ötürü onu görmək lazımdır. İranın radiolokasiya stansiyaları demiyorlar ki qalmayıb. Mən bildiyim qədər qalmayıb. Ən azından uzaq mənzilli nə var isə hamısı sıfırlanıb, bu bir. İkincisi, F-35 hətta müasir radarlarda belə 0.1 kvadratmetr görünür. Yəni, sərsədən də kiçik. Məsələn, Rusiya qırıcısı 14-13 kvadratmetr görünürsə, yəni 13 kvadratmetr artıq bilirsiniz, bir otaq deməkdir. Hökumət evində o normal, məsələn, Leningrad layihəsinin bir otağı boyda görünür. O da nə qədər uzaqda olsa da onu hədəf kimi sürətindən və s. tanımaq olur. Bunun isə üzərinə vurulan boya, o kompozit materiallar və s. ona qarşı onu hədəf kimi aşkarlamağa çalışan radiolokasiya stansiyasından göndərilən şüaları əks etdirmir. Əksinə onları udur. Bu şüalar udulduğuna görə, geriyə heç nə qayıtmadığına görə onun da real ölçülərini təyin etmək olmur. Bax, söhbət bundan gedir. Buna görə də durub indi nağıl danışım. Hə, istənilən hava hücum vasitəsi vurula bilər. Bu müharibədə həmişə sən vurmursan ki, sən də vurmalıdırlar. Amma real yanaşmaq lazımdır. İkincisi də ki, qırıcı 2500 km sürətlə hərəkət edir. Əgər o vurulmuş olsa, axı gedib yerə enə bilmir, bu mümkünsüz olur. Hətta bəzən xırda bir qəzanı gedib hava limanına, aerodroma və yaxud aviabazaya çata bilmirlər. Vurulursa mütləq orada bir yanğın çıxır. Çünki sürtünmənin sürəti, istilənmə o qədər yüksəkdir ki, xırda bir qığılcım yanğına gətirir, çıxarır. Onun da hər tərəfi nədir? Tutaq ki, yanacaqdır, raketdir və s. və ilaxı və yaxud da bord radioelektron avadanlıqlardır, təyyarəni idarə edir. Onda niyə görə bunu yaydılar? Bunu niyə belə gündəmə gətirdilər? Nəsə deməlidirlər də, İran deyə bilmir ki, mən acizəm bu müharibədə. Netanyahunu 5 gün qabaq dəfn ediblər, bastırıblar da. Deyirsən, İranın feykidir, eləmi bu? Mən elə bildim, Amerika da təsdiq elədi. Belə bir şey. Yox, Amerika deyir ki, bəli, qəza keçirib və uğurla eniş edib, pilot sağdır. Qardaşım, F-35 20 ildən artıq istifadə olunur. Üstə gəl, hər bir texnika nasaz ola bilir, hər bir texnika qəzaya uğraya bilir, hər bir pilot yorğun ola bilir, pilotun səhvi ola bilir, texnika belə deyək də imtina eləyə bilir, yəni sıradan çıxa bilir texniki hissə. 100 dənə problem ola bilir. Bunu indi biz detalların buradan durub ehtimal eləyə bilmirik. Adətən hava şəraitinə baxdım, həmin günü orada duman, çən, çiskin yoxdur ki, deyəm ki, bu yerdən qalxanda enəndə nəyəsə problem olur. Havada olur. Bu normal bir şeydir. ABŞ orada yüzlərlə qırıcıdan istifadə edib, biri xəsarət alıb. ABŞ-a etibar edirəm mən məlumatına görə. Niyə? Küveytdə 3 dənə F-16'sı biri dostu ateşindən vuruldu, ikisi də texniki qəza şəraitindən eniş elədi, eləmi? Bunu dünyada heç kim bilmirdi, heç İranın xəbəri də yox idi, ABŞ özü açıqladı. Hamıya təəccüblü gələr də, niyə görə? Üçü də eyni ərazidə, eyni ölkədə. İran məlumatı görür, ondan sonra feyki buraxır ki, F-16 vurmuşuq. Qardaş, vurmusansa bir görüntü göstər də. Netanyahu barədə nə qədər feyk buraxdılar, nə bilim, çox yalanlara yol verirlər. İlginc bir səviyyəyə gəlib, adam artıq İranda bəlkə də düzgün olan bir məlumat verir İran mediası və yaxud da SEPA, adam inanmaq istəmir. Mən izləyirəm, baxıram, İran generalının və yaxud da siyasi rəhbərlikdə, dini rəhbərlikdə olan mollaların öldürülməsinə dair xəbər əvvəlcə İsrail mediasında çıxır. Sonra İran mediasında.
Ayıp deyə. Xameyni ilə də belə oldu. Larijani ilə belə oldu. Nə bilim, orada generalitet var. Bir 50 nəfər general gedir. İndi bilirsiniz nədir? Mən təzə bir termin daxil elədim leksikonumuza. Əvvəllər genosid var idi, ekosid var idi, baktesid var idi və s. və ilaxır. İndi də İranda mollasid eda olur. Harada molla görür?